Zikr sözünün mənası nədir? Yada salmaq deməkdir. Yada salmaq, xatırlamaq deməkdir. Əli cəld olsa, boşuna yetişdirməmişik. Ərəbcə yazılmış Quran ayələrinə dəstəmazsız toxunmaq olar? Olmaz. Olmaz. Bir-birdir, maraqlı və tezbazar oyun gedir. Hansı peyğəmbər Xəlilullah adlandırılıb? İbrahim peyğəmbər. Bəli, İbrahim əleyhissalam Allahın dostu, ləqəbi ilə məşhurdur. Təbrik edirik Sadiq səni. Əli biraz cəld olmağı öyrən. İkinci və final raundumuz başlayır. İlk sualımız bu cür nədir? Salavatdan sonra Accil fərəcəhum deyiləndə nə nəzərdə tutulur? İmam Zaman ağanın zühurun təcil olması üçün. Bəli. Fərəcin təcil olması üçün duadır. Accil fərəcəhum. Xeybər qalasını fəth edən hansı imamımız olur? İmam Əli əleyhissalam. İmam Əli əleyhissalam. Həzrəti İslam peyğəmbəri Məkkədən Mədinəyə hicrət edəndə mağarada gizlənir. Mağarada onu müşriklərdən qoruyan hansı həşərat olur? Hörümçək. Hörümçək olur, bəli. Sadiq təbrik edirik səni.